Söz var deyir ki, bir çinar yarpağını yerdən götürüb iynədim, gördüm qızılgül yiyər. Deyir, axı sən qızılgül deyilsən. Deyir, mənim yanımda qızılgül kolu var idi, onun ətri keçin mənə. Yaxşılarla danışıb, yaxşıların haqqında düşünüb, yaxşıların həyatı ilə maraqlanacaqsan, çevriləcəksən ona. Necə çevriləcəksən, ona oxşayacaqsan, onun ətri hopacaq, onun yaxşı aurası, xoş aurası sənin üzərinə gələcək. Bu cür olur. Nəyin haqqında düşünmürsən, qabaqlı çıxır. Bəzi adamlar deyir, falan şeydən danışıram, telefonun yanında girirəm, o şey çıxır. Ümumiyyətlə həyat belə deyil. Telefondan da əlavə. Nələrin haqqında başlayırsan düşünməyə, yaxşı fikrə yüklənirsən, o yaxşı şeylər də çıxacaq qabaqlı. Pisə yüklənirsən, ancaq pis çıxacaq qabaqlı. Bu belədir də.